bugün müxtəlif yerlərdə zavodlar var, fabriklər var, müəssisələr var və bu müəssisələrdə 100 nəfər çalışır və o müəssisə sahibi ətraf ərazini də alaraq istehsalı genişləndirmək istəyir, amma o torpağı ala bilmir. Çünki o torpaq ya kənd təsərrüfatıdır, ya örüş sahəsi ola bilər və yaxud başqa bir sahəyə aid ola bilər. Onu ala bilmir, onun təyinatını dəyişdir, o idarədən o idarəyə gedir və prosedurlar o qədər mürəkkəbdir ki, illərlə bu çəkir, sonunda da o qədər xərc çıxandan sonra da yenə də onu aldıra bilmir. Amma dövlət ehtiyacı üçün hər şey çox sadələşdirilir və asan şəkildə həll olunur. Təklifim bundan ibarət idi ki, əgər bir sahibkar 30-dan çox iş yeri yaratmaq istəyirsə, onda bu qanunu əlavə edək ki, onun üçün də sadələşdirilmiş şəkildə torpaq icarəsi həll olunur. Belə insanlar 1000 iş yeri yarada bilər, 2000 iş yeri yarada bilər. Dövlətin ehtiyacı budur da. Dövlət kimin üzərində yaşayır? Dövləti yaşadan kimdir? Vətəndaş. Vətəndaşın ehtiyacı dövlətin ehtiyacıdır. Bu baxımdan mənim təklifim çox rasional, doğru, düzgün əsaslandırılmış bir təklif idi, amma təəssüflər olsun ki, gözüm çıxdıya salındı.